Salam hər kəsə, mən Sevinc Əsəd. Bugün 9-cu sinif buraxılış imtahanının 13 aprel bugünkü imtahanın izahlarını verəcəm. Başlayıram birinci sualdan. Düzbucağının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Həmişə şagirdlərə deyirik ki, tərəfləri belə götür. Bir tərəfi götür 10, digərini lap götür 10. Normalda sahə neçə olacaq? 10 vur 10, yəni 100. İndi sizə deyir ki, uzunluğunu 40% azaltmışam. 40% azaltmışamsa, onun 40%-in gedəndə qalır 6-sı. 20% eni azaltmışamsa, 20-dən də çıxdım. Daha doğrusu 20%-in çıxandan sonra qalır 8. O biri sahə isə yeni alınan sahə 6 vur 8 oldu 48. Əvvəl sahə 100 idi, indi isə 48-dir. Nə baş verdi burada? 52% azaldı. 100-dən çıxıram 48-i. 52% A variantı. Sonra gəlirəm sual nömrə 58-ə. Kubun tilini 3 dəfə azaltdıqda, kubun tili ilə həcmi arasında əlaqə belə idi, düstur. V bərabərdir A kubu. Yəni tili 2 dəfə azalırsa, 2-nin kubu nə eləyir? 8. Həcmi 8 dəfə azalar. Bu da A variantıdır. Sual nömrə 59. Deyir, bu açıq bucaqdır. CO perpendikulyardır. Yəni, bura 90 dərəcədir. Bu tərəfə 90 dərəcədir. Yaza bilmədim üstündə. 90, 90. İndi deyir ki, DOC, yəni bura 25 dərəcə olarsa, AOD-ni tap. 90 çıx 25 qalacaq 65 dərəcə, yəni C variantı. Sual nömrə 60. M kvadratı, buradan ortaq birinci M kvadratı ilə M-dən M-i çıxardaq. Qalacaq M çıx N. Sonra isə 5-i çıxardıram. O da olacaq N çıx M. Aşağıda da N çıx M düz yazdıq. Aşağıda düstur. 5 çıx M, 5 üstə gəlinisini. Uşaqlar, yuxarıda bu M çıx N-dir, bu N çıx M-dir. O zaman gəlin bunu müsbət eləyək və bunların yerini dəyişək. Olsun M çıxılsın N. Mənfi çıxartdım önə. M çıxılsın M yazanda, ortaq vuruq kimi çıxardanda, bura qalacaq M plus 5. Aşağıda da 5 çıx M, 5 üstə gəl M. Bununla bu getdi ixtisar. Sürətdə M çıx N, məxrəcdə 5 çıx M. Bu da hansı variantdadır? B variantındadır. Sonra, sual nömrə 61. Deyir, tənliyi həll edin. 3 vurulsun x çıx 2 bərabər 6. X çıx 2 bərabər 6-nı böldün 3-ə 2. X də bərabər 4. Yəni C variantı. 62-yə baxıram. 2x üstə gəl y 0-dır. X çıx y 6-dır. Bunları toplasam, müsbət mənfi getdi. 3x 6-dırsa, x 2-yə bərabərdir. Yəni B variantı. Hansı nöqtə bu qrafik üzərindədir? Uşaqlar, bunu variant belə qoyub yazmaq olar əslində. Məsələn üçün, burada bir daha baxaq. 0 qoysam, D variantı. Niyə görə? Y bərabərdir, mənfi 2x üstə gəl 6. D variantının cavabı belədir. Mənfi 5, 16. Yəni, x-i mənfi 5 olanda y 16 eləyir. Görərsən eləyirmi? Gəlin yazaq. Mənfi 2, x-in yerinə mənfi 5 yazdım. Üstə gəl 6. Mənfi 2, mənfi 5, 10 eləyir. Plus 6, həqiqətən 16 alınır. Yəni, düzgün cavab D variantı idi. Əkop, üstə gəl əbob. 18 ilə 36-nın ən kiçik, bura 36 eləyəcək. 10 ilə 11-in əbobu isə ardıcıl ədədlər olduğuna görə də 1-dir. 36 plus 1, 37. Sonrasında gəlirəm, asan ədədləri verilmişdi, yəni artıq uzun-uzun açmağa ehtiyac yox idi. X böl 5, 21 böl 15. 5 ilə 15 getdi, sıra qaldı bura 3. 21 bölündükcə cavab qaldı 7. 7 də C variantındadır. Sonra ilk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalı. Bizim ümumi 10 ədədimiz var. 10 qalsın məxrəcdə. Sadə ədəd o idi ki, yalnız birə və özünə. 1 isə nə sadə, nə mürəkkəb sayılırdı. Deməli, 2, 3, 5, 7 qutardı. 4 dənə, 10-a qədər 4 dənə sadə ədədimiz var. 10-da 4. 2-yə xəsar getsə, 5-də 2, Y variantı. Sual nömrə 67. Bundan keçəndə düşmüşdü. ABO 22-dir, ACO 28-dir. BAC-ni tapmaq üçün 22 ilə 28-i toplayırdıq. Cavab eləyirdi 50, yəni A variantı. Bu da 67 idi. 68-ə baxıram. Tərəfi 12 olan kvartın perimetri 12 vur 4, 48. Yəni, bundan asan nə sual gözləyirsiniz ki, D variantı idi. Sual nömrə 69.
69-da burada bu yazını gördüm. Şagirdlərin çox işlətdiyi. 56 vur mənfi 15 böl 14 vurulsun. Mötərizənin içərisi. Birinci vurmanı həll edirəm. 5 vur 10 mənfi 50. 20 çıx 50 neçə eləyəcək? 30. Yəni burada da mənfi 30 yazırıq bura. 56 14-ə bölünür 4 dəfə. Bu da bura bölünür 2 dəfə. 4 böl 2 də eləyəcək 2, yəni Y variantı. Demək ki, paputu işə yaramayıb, hesab lazım imiş. 70-ci sual. Vuruqlarına ayırın. Orta vuruq burada nə var? X plus Y. Nə qalır? S çıxılsın D. X plus Y S çıxılsın D A variantındadır. Sonra şagirdlərin sevdiyi çoxluq sualı, özdə rahat versiyası. A ilə B kəsişir. Kəsişirsə, ortaq olanları götürdük axı kəsişəndə. Ortaq nə var? 1 var, 2 var, 5 var. Və bir buradan C-ni çıx. C-nin də içərisində 0, 1, 3, 6, 0 yoxdur. Necə çıxım ki? 1 var, çıx. 3 yoxdur, 6 yoxdur. Cavab nə qaldı? 2, 5. 2, 5 də B variantında idi. Kimdisə yazılmış, sonra silib, heyf olub, eybi yox. 72-yə baxırıq. Uşaqlar deyir ki, bunu necə açırdıq? 10-a üstə gəl B. 10-a üstə gəl B burada yazaq. 10B üstə gəl A burada yazaq. 88-i açma, qoy elə belə qalsın. 11 dənə A, 11 dənə B yaranır burada. Yəni 11 vurulsun A plus B. Buradan da A çıx B. Bununla bu getdi, qaldı 8. A plus B bərabər 28 vur A minus B. A plus B bərabərdir 8A çıx 8B. Bu tərəfə atsaq 7A bərabər 9B. Hesab səhvi yoxdursa. Bura gəlir 9, çarpaz yerini dəyişir də, bura gəlir 7. AB ədədini tapın, cavab 97. 73. Qarşı təpələrindən biri koordinat başlanğıcının üzərində, başlanğıcına daha doğrusu, digəri ki, bu nöqtədə olan kvartın sahəsi. Uşaqlar, sualları ilk dəfə də oxuyuram sizlə. Ona görə oxuyanda sözləri səhv demiş ola bilərəm. Deməli, biri koordinat başlanğıcındadır. Biri isə 8 mənfi 8. Yəni x-i 8 deyil ki, mənfi 8-dir. Aşağıda yazsaq bunu da. Təqribi oldu burada. Bu sizə kvadrat deyirsə, kvadrat onsuz da budur da, yəni sahəsi nədir? A kvadratı. Yəni 8 vur 8 neçə oldu? 64. 74-cü sual. 74-cü sualda bunu gətirək ortaq məxrəcə. 2 tam %85-in kvadratı, 7 tam %15-in kvadratı, üstə gəl 2 vurulsun, 2 %85 vur 7 %15. Bərabərdir. Bu 2 ilə bu 2 geçsin elə əvvəldən ixtisar. Uşaqlar fikir verin, A kvadratı, B kvadratı, üstə gəl 2A vur B. Yəni A plus B-nin kvadratı. Bu da toplayanda eləyir 10, onun da kvadratı eləyir 100. Cavab 100 imiş. Bu açıq sual idi. X, Y natural ədədləri üçün bu vur bu. Baxın uşaqlar, ən kiçik qiymətini soruşur, amma rəqəm qoymaqla yazanlar böyük ehtimal olacaq. Amma ən kiçik qiymətinə də fikir veriblərsə, cavab düz çıxacaq. Bunları gəlin bir-birinə bölək. Y getsin ixtisar. Qalır nə? X böl Z bərabərdir 6 böl 18. Elə bilin ki, buranı böldüm bura. Bunlar getdi. 6 böl 18-də gedər 6-ya ixtisar. Qalar 1 böl 3. Yəni ən azı x-a 1 uyğundur. Y deyirəm. Z-ə də 3 uyğundur. X1, Z3 olsa, apar qoy yerinə. X-a 1 versən ilk neçə eləyəcək? 6. Həqiqətən 6 qoy yerinə. 6 vur 3, 18 eləyir. Yəni Y-də 6 imiş. Cəmləri isə 1 plus 3 plus 6 eləyəcək 10. Sual nömrə 76. Bərabər tərəfli LMN3 bucağının sahəsi bərabər tərəfli ABC sahəsindən 16 dəfə böyükdür. Tamam. ABC 9 olarsa bunun tərəfini tapın. Yaxşı oxşuyur. Uşaqlar, gəlin belə eləyək. Əvvəl bizə verə baxı ABC-nin perimetri 9-dur. Demək ki, ABC-nin bir tərəfi 3 imiş. 9-u 3-ə böldüm. Bəs bunun sahəsi necə idi? A kvadrat kök 3 böl 4. Yəni 3-ün kvadratı 9 kök 3 bölünsün 4-dür. Bu bizdə ABC 3 bucağının sahəsidir. Bizə deyir ki, LMN3 bucağının sahəsi ABC-nin sahəsindən 16 dəfə böyükdür. Yəni ki, sahə LMN bərabərdir. ABC-nin sahəsi nədirsə, onun 16 qatı, yəni 16-ya hasili.
Bununla bu getsə, qalacaq 36 kök 3. İndi bizdən də üçbucağın tərəfini soruşur. Yenə düstur belədir də, a kvadrat kök 3 böl 4. Çünki bu da bərabər tərəfli idi. Bərabərdir 36 kök 3. Kök 3 getdi ixtisar. A kvadrat bərabər 36 vur 4, yəni 144. Bu da 12-nin kvadratıdır. Demək ki, element üçbucağının tərəfi isə 12 imiş. Bura A1, A2 yazmaq daha uyğun olardı. Belə yazaq, qarışdırılmasın. Sual nömrə 77. Deyir x vur y. Aparaq da yerinə yazaq. 5 çıx 2 kök 6. 5 üstə gəl 2 kök 6. Ümid edirəm ki, bunu mənim şagirdlərim səhv yazmayıblar. 1246 dəfə dərsdə təkrar eləmişik. İndi necə yazırlar? Mənfi müsbət getdi ixtisar. 5 eləyir 10. A minus B, A plus B. Yəni A kvartı çıx, B kvartı. 5-in kvartı 25-dir. 2 kökdə 6-nın kvartı isə 24-dür. O da bərabərdir 10-da 1. Bu qədər. 78-ə baxıram. Bunlara ilk dəfədir baxıram. Görək indi nə veriblər. Bunlar daha yaxşı suallar olurlar. Bura kimi məncə asan idi. Yəni, buraxılışa uyğun suallar idi də, belə deyək. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Yaxşı. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra bu qənd bərabərləşdi. Əvvəlcə nə qədər var idi? Bax, belə bir söz deyim də uşaqlar. Gəlin tənlik qurmaq istəyək. Yeşiyin biri x olsun, biri y. İçindəki bu qəndləri. Bərabər imiş 50 kiloqrama. Sonra deyir ki, 6 gün birinci yeşikdən hərəsindən hər gün 3 götürüblər. 6 vur 3 neçə eləyir? 18. Yəni x çıx 18 qaldı. O birisi yeşikdənsə, y-dənsə hər gün 2 götürüblər və 6 gün götürüblər. 6 vur 2 neçə eləyir? 12. Deyir, belə olandan sonra 6 gündən sonra bunlar bərabərləşdi. Təlimlər sistemin budur. Deməli, birinci olduğu kimi qalsın. İkinci isə atdım bu tərəfə. Toplasam 2x bərabər 56, x bərabər 28. Onsuz da məndən nəyə soruşurdu? Birincini. Birincə nə demişdik? 28. İkinciyi soruşsaydı 22 olardı. 79-a baxaq. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Demək ki, 3 qəpik qazancı var. Satış zamanı 5 şar partlamışdır. Deməli, 5 şar zərərdədir. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən az neçə şar alıb satmışdır. Satmışdır, yox ha, alıb satmışdır. Bu qəşəng suala oxşuyur. Uşaqlar, bu adam 79-da danışıram, şar alır 12 qəpiyə və 15 qəpiyə satır. Bu satdığı şarlara x deyək. 15 qəpiyə satır axı. 15 vurulsun x. Çıxılsın. Neçə alıb bu? 12 qəpiyə. Bəs nə qədər şar alıb? X plus 5. 5 hardan gəldi müəllimə? Oradan gəldi ki, 5 şarı partlamışdı. Aydın oldu. Amma aldığın içində var idi da. Yəni 12 qəpiyə bunu alıb bu. Sadəcə olaraq partlayıb axı. Partladığın üstünə gəldim. Amma satdığına bu daxil deyil. Partlasın, necə satsın bunu? Deyir, həmən bu qazanc 6 manatdan çoxdur. Qəpi ilə danışaq. Yəni 600-dən çoxdur, 600 qəpikdən. 15x çıx 12x çıx 60 və burada 600. 3x 60 atdım bu tərəfə. 220. Deməli, x neçə ola bilər? 221. Cavab 221 deməzdim mən. Niyə görə? Ən azı neçə şar satıb demir o. Alıb satmışdır. Axı 5-i də partlamışdı. Düzdür? Ona görə daha məntiqli olar ki, bunun da üstünə bir 5-i gəlsin ki, həmin o partlayan şarla bir yerdə 226 şar olsun. Sual nömrə 80. Bu da qəşəng sual idi. Sual nömrə 80-ə baxıram. Düzbucaqlı üçbucağın şagirdlərlə sevdiyi üçbucağın katetlərindən biri digərindən 2 sm böyükdür. Yəni biri x-dırsa, o birisi x plus 2-dir. Hipotenuzundan isə 2 sm kiçikdir. Yəni bu da x plus 4 imiş ki, 2 çıxanda x plus 2 qalıb. Bu üçbucağın hipotenuzunu tapın. Misal qışqırır ki, mən 6, 8, 10 üçbucağıyam. X 6 olsa 6 plus 2, 8, 6 plus 4, 10 eləyir. Hipotenuz 10'dur. Əgər bunu yazmaq istəmirsənsə, get tənlik qur. X kvadratı, x plus 2-nin kvadratı bərabərdir x plus 4-ün kvadratına. Yenə həll eləsən diskriminantla.
6 alacaqsan. 81-ə baxıram. Şəkildə verilən fiqurda BC parçası O nöqtəsində olan yarım çevrənin diametridir. İnşallah indi bu tənliyi həll etmədim. 100% kommentdən kimsə yazacaq ki, müəllimə, bunu tam izah etmədiniz. İzah edirsinizsə tam izah edin falan filan. Mən bunu bilmədim. Nəysə, gəlin izah eləyək. Qalmasın ürəyimizdə. Buradan da bura. Nədir? Sakit. Hə, o hansı iki ədəddir ki, bir-birinə vuranda -12, üzr istəyirəm. Hə, uşaqlar, davam edirəm. O hansı iki ədəddir ki, bir-birinə vuranda -12, toplayanda isə 4 eləsin. Toplayanda isə 4 eləsin. O da ki, 6 və -2-dir. Tərəf mənfi ola bilməz. Yenə 6 çıxırdı. Hə, 81-ə davam edirəm. Verilən fiqurda BC qövsünün uzunluğu. BC böyük ehtimal bu aşağıdadır. Qövsün uzunluğu. Uşaqlar, o qövs yarım qövsdür. Normalda qövsün uzunluğu nədir? 2 pi. Yarısıdırsa oldu pi. Və deyir bunun uzunluğu 4 pi'dir. O zaman pi'lər getdisə, radius nəymiş? 4. Bu hazırdır. OA 6'dır. AB də AC-yə bərabərdir. Əgər burada şəklin üstündə göstərə bilmərəm, çünki yazı rejimini açmamışam. Açsam vaxt gedər deyə belə çəkdim. Radius 4-dürsə, burada 4'dür. Ümumi oldu 8. OA 6'dır. Burada oldu 6. Sahə nə eləyir? Tərəf vur hündürlüyü, yəni 8 vur 6 bölü 2. 48 bölü 2 24'dür. Qalsın yadda. Məndən bütöv fiqurun sahəsini soruşur. Bu isə axı yarım çevrədir. Çevrənin normal sahəsi pi kvartı deyil. İndi bu da yarıdır. Yəni radius 4-dürsə 4'ün kvartı 16 pi bölü 2. O da bərabərdir 8 pi. Bütöv sahə 24 plus 8 pi. Çünki burada pi haqqında bir məlumat verməyib. Ümid edirəm ki, imtahan çox yaxşı keçib. Hər birinizə uğurlar.